Növbəti slaytda müxtəsər vurma düsturları haqqında danışırıq. Ümumiyyətlə bu düsturlar bütün dövrlərdə sizin üçün riyaziyyat fənninin lazımlı olan düsturlar olacaq. İlk növbədə cəmin kvadrat düsturundan danışırıq. Bu necə açılır? Həm A kvadrata yüksəldirir, üzərinə gəlir 2 vurulsun A vurulsun B həddi, üzərinə də B-nin kvadratını əlavə edirik. Məsələn, bir dənə nümunə göstərim. X üzərinə gəlir 3-ün kvadratı. Necə açılacaq? X-in kvadratı üzərinə gəlir 2 vur X vur 3, üzərinə gəlir 3-ün kvadratı. O da oldu. X kvadratı üstə gəlir 6X, üzərinə gəlir 9. A çıx B-nin kvadratı olduqda isə bura çıxma olursa, onda bura bir dənə çıxma olur. Da bura həmişə müsbət olacaq. Bura həmişə müsbətdir. Yəni bura nə işiniz yoxdur. Amma burada çıxma olsa sadəcə 2AB-nin qarşısı çıxma olur. Sonra isə A kvadrat, yəni kvadratların fərqi düsturuna baxırıq. A kvadrat çıx B kvadrat. Bu necə yazılır? Bu A çıx B vurulsun A üstə gəl B şəklində yazılır. Məsələn, yazırıq X-in kvadratı çıxılsın 36. Bu necə yazılacaq? Bu bir dəfə X çıxılsın 6, bir dəfə də X üzərinə gəl 6 şəklində yazılır. Belə. Sonra A ilə B-nin cəminin kubu düsturu. Bax, bu da vacib olan düsturdur. Birinci ədədin kubu, sonra 3 vurulsun A ədədinin kvadratı vurulsun B, üzərinə gəl 3 vurulsun A vurulsun B-nin kvadratı, üzərinə gəl B-nin kubu. Məsələn, tutaq ki, yazaq, Y üstə gəl 2-nin kubunu açaq. Bir dəfə Y-in kubunu yazırıq, üzərinə gəlir 3 vurulsun Y-in kvadratı vurulsun 2, üzərinə gəlir 3 vurulsun Y vurulsun 2-nin kvadratı, üzərinə gəlir 2-nin kubunu. Burada da olacaq Y-in kubu, üzərinə gəl, 3 2-nin 6 eləyir, 6 Y-in kvadratı, üzərinə gəl, 2-nin kvadratı 4-dür, 3 4-ə də vurulur, 12 olur, 12 Y, üzərinə gəl, 2-nin kubu da 8-dir. Bu formada açılır. Çıxma olduqda isə biri yadda saxlayın, bura çıxma olur, bir də axırıncı çıxma olur. Bunlar çıxma olacaq. Sonra keçib baxırıq, A kubu çıxılsın B kubu düsturuna. A kubu çıx B kubu necə açılır? Burada belə yazılır. A-dan çıx B-ni vur. Birinci düstur burada çıxma olduğuna görə burada çıxma yazırıq. Sonra isə yazırıq A kvadratı plus A vur B plus B kvadratı. Sonra isə A kubu plus B kubu düsturuna baxırıq. Burada isə yazırıq birinci mötərizə A ilə B-nin cəmi. Növbəti mötərizədə isə A-nın kvadratı çıxılsın AB, üzərinə gəl B-nin kvadratı. Bu düsturlarda diqqət edilmək lazımdır. Misal üçün yazır ki, X-in kubu üzərinə gəl 27. Burada necə yazırıq? Bunu yazırıq X-in kubu üstə gəlir 3-ün kubu şəklində. Sonra isə davam edirik. Birinci mötərizəyə X üzərinə gəlir 3, növbəti mötərizədə X-in kvadratı çıxılsın 3X üzərinə gəlir 9. Bu formada qeydlər aparırıq. Növbəti slaytda biz ifadələrin müxtəsər vurma düsturlarının köməyi ilə qiymətinin hesablanmasına baxacağıq. Necə hesablayırıq? Burada yazırıq 43 ilə 11 ədədlərinin fərqi vur 43 ilə 11 ədədlərinin cəminə, 36,5 və 27,5 ədədlərinin fərqi vur 36,5 üzərinə gəl 27,5 ədədlərinin cəminə. Burada 43 ilə 11-in fərqi 32 eləyir, cəmləri isə 54-ə bərabərdir. 36,5-dən 27,5 çıxda 9 qalır, burada isə 64 qalmış olur. İxtisar apardıqda 32 və 64 burada 1, burada 2 qalacaq. 54 və 9 apardıqsa burada 6, burada 1 qalacaq. 6-nı da 2-yə bölsək, yekun cavabımız 3-ə bərabər olmuş olacaq. Növbəti sualımızda 24 və 2 ədədlərinin kvadratları fərqini görürük. Burada nə etməliyik? Burada 24 və 2-nin kvadratları fərqini bu cür yazırıq. 24 çıx 2, 24 plus 2. Bu üzərinə gəl 26 vurulsun 13. Aşağıda 10 çıx 3 vurulsun 10 plus 3. Bunu da belə yazırıq. 24 çıx 2, 22-dir. 24 plus 2, 26-dır. Burada da 26 vurulsun 13 yazdıq. Hesablasaq, burada 7, burada da 13 qalsa, bunların hər ikisinin orta vurğu 26-nı açsaq, mötərizə 22 plus 13 olacaq. Burada da 7 vurulsun 13 olacaq. 13-lər 26-ni ixtisar gəlsə, burada 2 qalacaq. Bunlar 35 eləyir, bunlar da 7-ni ixtisar gəlsə, burada da 5 qalacaq. 2 də 5-ə vurulsa, yekun cavab 10 olmuş olacaq. Keçid edək növbəti sualımıza. Növbəti sualımızda bizim üçün ortaq məxrəc 20-dir. 26-nın kvadratı olduğu kimi qalır, çünki məxrəci 20-dir. Amma bu məxrəci 10 olduğuna görə deməli bu hasili biz əlavə olaraq 2-yə də vurmalıyıq. Üzərinə gəlirik. Bunun məxrəci 20 olduğuna görə 14-ün kvadratını olduğu kimi əlavə edirik surətə. İndi isə bu düstur görürük ki, cəmin kvadratı düsturudur. Yəni 26 ilə 14-ün cəminin kvadratı formasında yazsaq, burada 20-ni qeyd etsək, 26 üzərinə gəlir 14 40 edir, kvadratı 1600-dür. 1600-ü 20-yə bölürük, yekunda da 80 qalmış olur. Bugünlük bu mövzu ilə bağlı danışacaqlarımız bu qədər idi. Növbəti dərslərimizdə təbii ki, biz bu mövzuya aid müxtəlif testlər, nümunələr, suallarla tanış olacağıq. Hələ ki, bu qədər. Sağ olun.